turist izləyicilərimiz daxil, hər kəs monitora diqqətlə baxsın deyirəm, amma hamıdan da soruşacağım, bənzəyirmi, bənzəmirmi? Yəni, cavab xahiş edirəm, hər kəs verər, konkret cavab, bənzəyirmi, bənzəmirmi? Beləliklə, Anarın oğlu olduğu iddia edilən və ya Anarın oğlum deyil iddia etdiyi uşağın fotosunu təqdim edirik. Anar, baxmayacaqsanmı? Nə deyim valla, mən uşağın nəyinə baxım? Uşağın nə günahı var? Göstərin görək. Ay, Allah saxlasın, nə də şirindir. Kopyasıdır, eləmi? Bax, izləyicilər deyir, kopyasıdır, yəni eynisidir. Oxşuyur. Qoy mən də gəlim bir siz tərəfdən baxım. Oradan, böyürdən çəpəki yaxşı görə bilmirəm. Üzbəüz baxacam. Görüm, oxşuyurmu, yoxsa yox. Üzürlü sayın, belə Bu da dayanacaq. özün yana döndərir ki, deməyə oxşayır. Üzvü bir tərəf döndər, baxaq. Nə düşünür ekspertlərimiz? Şəfqə xanım, sizcə? Oxşamağına oxşayır, amma Oxşuyur. nə bilim. Aydınxan müəllim? Əlbəttə, mən istəyərdim ki, oxşamasın, amma oxşayır. Amma oxşuyur. Tünzalə xanım? Bənzəyir. Bənzəyir. Nəzir Rızalı? Bəli. Bənzəyir. Hər kəs bənzəyir deyir. İzləyicilər? Vallahi oxşuyur Layla xanım, kopya. Mən Orxan uşağım dedim də o. Bəli. Kopya elə bir... Siz də meynisin? Çox oxşuyur. Çox oxşuyur deyirsiniz hətta. Quruluşu özüdür. Sifət quruluşu özüdür. Hanı mənim o 200-300? Biz düşək 200-ə. 200 yaxşıdır, 300 düşməm. O məsələdə mən yalan danışmışdım. Mən onu sonra sübut elədim ona. Ona görə siz elə şey, hisslərinizə inanın. Kiminsə yalanına inanmayın. Oxşuyurmu? Oxşuyur. Oxşuyur. Anar özü də qəşəng bilir ki, onun oğludur. Əlbəttə, Əlina. Bəli. Diqqətlə bax, onun o saçı var ya, bu alba bax. Saç Bəli. kifayət edir. Hər şey oxşuyur. Bax bir də ki, bax saça bax bu istədə. Deyirsiniz ora qədər bənzər. Siz nə düşünürsünüz? Oxşuyur düşünürsünüz? Alın hissə. Alın hissə. Alın hissə bənzər. Oxşuyur, baş səsi tamam onun.